Salam əziz dəyərli izləyicilər. Bugün sizə oxatan bürcünü təqdim edirəm əzizlərim. Əziz oxatanlar, bax, idarə etməyə qabiliyyətiniz o qədər yüksəkdir ki, tələsik işləriniz ola bilər. Sizi bu tələsik işlər çox yora bilər. Amma yavaş-yavaş, addım-addım irəliyə gedirsiniz. Onun ikisində gizli durumlar gün üzünə çıxa biləcək. Dəqiqlik həyatınızda qazanacaqsınız. Sosial çevrənizdə rəqiblər özünü göstərə bilər. Yəni siz oxatanlar keçmişdə yaşadığınız duyğusal travmalar, qırğınlıqlar, qorxu, vəsvəsələr həyatınızda yaşadınız. Bu aralarda az danışmaq istəyəcəksiniz, kütlədən uzaq olmaq istəyəcəksiniz, içindəkilərini belə izah edə bilmirsiniz bəzən. Yarımçıq qalan söhbətdə üzr istəmə və ya gözlər üzərinizdə ola bilər. İllərdir bəlkə də bağışlamadığınız ani xatırlada bilərsiniz anidən. Ruhunuz bəzi şeyləri atmaq, təmizləmək istəyir, yenidən nəfəs almaq istəyirsiniz. Keçmişə hörmət edərək gələcəyə yol açırsınız elə bir. Yəni tez-tez bu sözü deyin. Keçmişə hörmət edirəm, gələcəyə yol açıram. Bax, bu sözləri tez-tez təkrarlayın həyatınızda. Kilo alanlar ola biləcək, enerjiniz yavaş-yavaş sevgi həyatınızda gözəl yəni düzəmə düşə biləcək. Yəni biraz intriqalar ortalıqda ola bilər. Çox zəkalı insansınız. Maddiyyat pul yığa bilirsiniz. Sevdiklərinizə pul xərcləyirsiniz. Yəni bəzi məsələlərlə ilgili elə bir tempo içində olacaqsınız. Yeni təkliflər, yeni məsələlər, hətta deyərdim bu ay sizi rahatlada biləcək bəziniz, yeni tanışlıqlar. Yəni yeni yetmələrin, deyərdim universitetdə oxuyursunuzsa və ya övladınız oxuyursa, yeni başlanğıclara addım ata biləcək öz bacarıqlarla, maddiyyat məsələlərlə biraz təmkinli olun, çalışın, gərəksiz kimsələrə borc verməyin. Siz oxatanlar əlinizin hesabını bilmirsiniz. Çalışın hər bir şeyi balansda saxlayın. Borc alıb borc vermə bu həftə. Ailə içində qoç, balıq, tərəzi bürcü varsa şanslı ola biləcək. Qız bürcünün, əqrəb bürcünün həyatınızda, övladınız da varsa da biraz çətinlikləri ola bilər. Bir də egonuz çox ola bilər əzizim. Səbirlisiniz, dəyişkən xarakteriniz olur. Enişçi çıxışlı yollarınız ola biləcək. İyun ayı üçün bəziləriniz üçün düşərli ola biləcək. Deyərdim ki, bax, bir topaz daşı sizlər üçün bir amulet kimi gəzdirsəniz, özünüzə sizin xeyrinizə ola bilər, uğurlar gətirə bilər, hərəkətli ola biləcəksiniz. İdmanla məşğul olanlar olacaq. Biraz ağır idmanla məşğul olmağa, biraz kiçik qəzalar ola bilər, ona diqqət edin. Sizə sadiq olanlar da var əzizim. Əyləncəli zamanlar dostlarınızdan keçirə bilərsiniz. Anidən sevdiyin gələ bilər. Özünüzü yavaş-yavaş güclü hiss edəcəksiniz. Birilərin varlığı ilə qorunursunuz. Əlin qolun hərdən bağlı kimi bəzi şeyləri düşünürsünüz. Sıfırdan başlayacaqsınız. Nə qədər hissli olsan da, qayğılı olsan da gözəl addımlar atacaqsınız. Beyniniz biraz qarma-qarışıq ola bilər. Həyatınızda bəzi döngələr var. Çalışın iç səsinizə qulaq asın. Gözəl duyğularınızı gizləməyin. Gözəl bacarıqlı işləriniz ola biləcək. Elə bir ki, birilərinə zamin mi durdunuz, bir ödəməni gerçəkləşdirəcəksiniz və ya zamin durduğunuz insanın arxasınca o qədər gedib gəldiniz, narahat oldunuz, rahatlaşacaqsınız. O zamin durduğunuz insan ödəmələrini edə biləcək. Dərindən bəzilərinizin yarası var, anlaşmamazlıqlar həyatınızda oldu, yordu sizi. Birinin ayrıldığını eşidib, yəni təəccüb edə bilərsiniz. Çox bir insana zaman itirdiniz, çox ayrılmaq da istəyirsiniz, son nöqtə qoymaq istəyirsiniz. Uyğun olmayan insanın, yəni ayrılmaq istəyirsiniz, onun iç yüzünü gördünüz, ürəyini gördünüz. Birilərin təklifini gözləyirsiniz, evlilik təklifi də ola bilər. Toy, nişan hazırlığı başlana bilər. Çalışdığın yerdə iş yoldaşlarına və qohumlarla bəzi problemlər varsa, sıxıntılar
yaranıbsa və ya yarana bilər. Çox düşünürsüz, sorğu suallar sizi də yora bilər. Biraz diqqətli olun. Görüşmək istəmədikləriniz var. Yəni eyni düşüncədə olmayan insanlarla oturmaq istəmirsiniz. Sağlıq problemləriniz ola bilər. Bir yola gedə bilərsiniz. Yəni çalışın, diqqətli olun biraz da. Müjdəli xəbərləriniz, biraz öz sirrinizi saxlaya bilirsiniz, amma başqalarının sirri lazım olsa saxlayırsınız. Gözünüz yüksəkdə, arzularına çatmaq, yüksəlişinizi istəyirsiniz. Haram qətiyyən sizə düşmür, haram gəlir, halalınızı da apara bilər. Valideyninizlə olduğun vaxtlara biraz diqqət edin. Valideyninizin xeyir duası doğrudan da sizə çox kömək olur. Bağlı qapılarınız yavaş-yavaş açılır. Düzgünlüyünüzlə öz karyeranızı quraraq, yəni işləriniz yaxşıya doğru gedə bilər. Biraz təmkinli, səbirli olun. Yəni sağlam düşüncədə malik olun, çalışın. Yolundan çaşdıranlara, yolunuzu yanlış aparanlara imkan verməyin. Xoşbaxt olmağın təməli yalnız peşənlə uğurlar olmaq, çalışqan, yəni maneçilik edənlər, mərdmazarların da ola biləcək. Yəni onlardan uzaq olmaq sizin xeyrinizə ola biləcək. Çox şey əlinizdədir əzizim. Sevdiyinlə aranızda yəni aranızı möhkəmləşdirəcəksiniz açıq dialoq danışıqlarınızla. Ruzulu xeyirli günləriniz var. Sağlıqlı qapılar açılır sizə. İstədiyin xəyallara gerçəkləşdirə biləcəksiniz. Cəsarətli olacaqsınız. Sənətinizlə, hobbilərinizdə varsa maddiyatla, yəni maddiyata dönüşdürə bilərsiniz öz hobbilərinizi. Ağıl məntiqlə sizi, yəni çalışın ağılla, məntiqlə, amma gizli saxlanmış bəzi şeylər üzə çıxa bilər əzizim. Oxatan. Bax əzizim, gəzməyi çox sevirsiniz. Oxatan qadınla, bax kim ailə qursa, yəni çox da sıxılmaz. Yəni şənsiniz. Bu aralar rahat olmaq istəyəcəksiniz. Şir, qoç, əkizlər bürcünə çox gözəl yola gedə bilərsiniz. Oğlaqla biraz anlaşmamazlıqlar ola bilər, üzərinizə gələ bilər. Xərçəng bürcünə bu aralar yaxınlaşma çalışın. Dil tapa bilməzsiniz. Biraz diqqətli olun. Ya evinizdə də varsa xərçəng bürcünə biraz altdan alın. Dost kimi ola bilər, amma sevgili kimi və sevdiyin insan kimi irəliyə doğru getmək çətinlik çəkə bilərsiniz. Bəziləri oğlaqla yola gedir, düzdür. Bəziləri gedə bilməz oğlaqla, amma görürsünüz ki, bəziləri yüksələnindən çox şeylər asılıdır əzizim. Sakit ruhlusunuz. Maddiyatla gözəl həyatınıza başlanğıc. Yəni maddiyat olmasa, əlbəttə ki, səyahət edə bilməzsiniz, rahat da yaşaya bilməzsiniz. Bax, ayaqlarınızın üstündə duraraq sizinlə maraqlananlar çoxdur ki, nə yaxşı bu ayaq üstə durub öz işlərini apara bilir. Görüşmək istədikləriniz ola biləcək, çevrən biraz böyüdə biləcəksiniz, birini ziyarət edəcəksiniz. Kənd kimi bir yerə gedirsiniz, rayon kimi bir yerə gedə biləcəksiniz. İşin içindən çıxa bilmədiyin bir iş var ki, onun içindən çıxa bilmirsiniz. Əlinizdən maddiyyat çıxa bilər. Diqqətli sizə baxanlarla önəmli söhbət edirsiniz. Sizə xəbərdarlıq edənlər olacaq. Yəni o insanlardan uzaq olun. Çox güvəndiyin, sizi yarı yolda qoymuş. Bilsəydin bu sevgini belə olacaq, o yolla davam etməzdin, düşünürsən. Ailədə bərabərlik yoxsa, yəni ailədə biraz narahatçılıq, bərabərlik olmadığına görə başqalarına baxırsınız. Bax, ailə varsa da elə bir yox kimi hesab edənlər var. İçinizdə vəsvəsə, qorxu, nə edəcəm, necə bu vəziyyətdən çıxacam. Biriləri dəvət edəcək, kofe içməyə mi, bilməm, çay içməyə, neysə bir dəvət olunan bir yerə gedəcəksiniz. Bərəkət gəlir əlinizə, fürsətlər gələcək. Maşın, ev mi almaq istəyirsiniz? Beyninizdə bəzi şeylər otuzdura bilmirsiniz, otuzduracaqsınız. 3 uğurlu sayınızdır sizin. Bax, bəzilərinizin 3 uğurlu sayınızdır. 12-sindən elə bir arxandan dönə bilən bəzi şeylər arxanızdan dönə bilər. Biraz ona diqqət edin, ayıq olun. 15 gün içində biraz yediyinizə, içdiyinizə baxın. Bilmədiyiniz dərmanları içməyin.
Bəziləriniz, bax, qadınlar ginekoloji və ya uroloji həkimə müraciət edin, rahatsız ola bilərsiniz, boş verməyin. Ruhuna yapışan bəzi məsələlər elə bir qaranlıqdan aydınlığa çıxara biləcək səni. İlginc bəzi üzləşmələr ola bilər. Yuxuda rəhmətə gedən birilərini görə bilərsiniz və ya tez-tez onu yuxuda görürsünüzsə, Yasin surəsini oxutdurun, çalışın evinizdə. Keçmişdə ürəyinizi qıran, aldanma varsa da, ürəyinizi qıran varsa da, o insanlarla ilgili çox ilginc xəbərlər ala bilərsiniz. Ədalət yerini tapmış deyəcəksiniz. Duygusal olacaqsınız. Çalışın bu həftə gül sularından istifadə edin. Gül suyla ev künclərindən çiliyin, özünüz gül suyla yaxalanın, suya qatın, yaxalanın. Yəni çalışın, bəzən o qədər yorğun, bəzən hamıdan qaçmaq, bəzən özündən qaçmaq istəyirsiniz. Amma özündən qaçmaq başqasında itə bilərsiniz əzizim. Bax, onu bilin. Haraya qədər acılardan qaçacaqsınız. Bax, bu aylar iyun 10-na kimi bəziləri hamilə qala bilərlər qadınlarımız. Öz işlərin üçün, şəxsi həyatın üçün uyğun zaman tapa biləcəksiniz. Biraz geri çəkilib fikir verəcəksiniz gedişatlara. Uzun müddətdə eyni işdə çalışırsınızsa, bu ay kifayətdir dediyiniz məqamlar ola bilər. Biraz ona da diqqət et. İş tərzinizi dəyişmək, bir anlıq bir layihəyə başlamaq, öz platformanızı yaratmaq üçün yeni həllər daha da güclü ola biləcək. Bax, yeni yol axtarırsınız hətta. Planlarınızı əvvəldən, yəni ya yazın, ya hazırlayın. Ayın 20-sindən sonra imzalayın, amma imzalara da oxumamış imza atmayın. Keçmişdən maliyyə baxımından bir əməl unudulmuş və ya ödəniş unudulmuş, ya borcun qaytarılmasıdır. Nəysə, bax, bir unudulmuş bir şey yadınıza düşəcək. Lazımsız yüklərə girməyin. Bax, qazandığınız pulla deyil, onu necə istifadə etdiyinizə, yəni ona fikir verin. Bax, qıraqdan sizə baxan, sizi qıraqdan fikir verən insan deyir ki, nə canlı, şən, enerjilidir. Yəni gözəl bir insandır. Amma içinizdə bəzi fırtınaları heç kim görmür. Keçmişin ağırlığını səssizcə daşıyırsınız. Yəni onu heç kimə bildirmirsiniz. Yəni kənardan baxan bəxtəvər deyə bilər, amma yenə deyirəm ki, o keçmişin dalğalarını ki daşıyırsınız, heç kim onu bilmir. Valideyninizin də tez-tez sizə zəng edib danışmağına hirslənməyin, yəni sizi çox düşünür. Bir də əliniz elə bir ki, uzaq yerə, çiyinizdəki yükü yavaş-yavaş ataraq uzaq yerə getməyi düşünürsünüz. Amma üzərinizdə nəfs olduğuna görə o uzaq yolu tam surətdə açıla bilmir. İnşallah ki, yavaş-yavaş yollarınız açılacaq. Diqqətinizə görə var olun, sağ olun, amma səbirli olun. Səbirli olduqca odan siz olacaqsınız, əzizlərim.